İrəliləyib A5, Redmi A5 180 manata satılan smartfon əməlli başlı milçək öldürən. Burada nə olmalıdır? Təbii ki, sürət və prosesor. Burada adamın üstündə Allah var. Telefon açanda donmur. Məncə bu Unisoc şirkətinə aid olan bir prosesordur. Üstünə də qoyurlar Android 15. Amma oyunlara qalanda isə bax, PUBG-də vəziyyət necədir? İndi bizə Hilal danışacaq bu haqda. HD ayarda açır, Ultra HD falan heç bir açmır. Hertz çox zəifdir, 60 Hz-dən açır. Donma, türklər demiş, kasma kimi problemlər var. Telefon dəhşət çox qızır, həddindən artıq çox qızır. Bu telefon heç oyun üçün bir telefon deyil. Video baxarkən səs özünü çox pis göstərir. Çünki bu dinamik həm özü zəifdir. Standart HyperOS baxanda digər Redmi-lər, digər Xiaomi-ləri test edəndə üstünə gələn bu zirzibil burada yoxdur. Okey, əla. Buna görə bəyəndim bu telefonu.